Namazın təsirini əldə etmək üçün kifayətdir ki, müqavimət göstərməyəsən. Nəsə eləmək lazım deyil. Özünü namazın ixtiyarına buraxsan, kifayətdir. Yəni, namazla yanaşı nəsə eləmək lazım deyil ki, bu təsir alınsın. Bu namazın zatı təsiridir. Sadəcə niyə bəzilərinə təsir göstərmir? Bizim ruhumuz hərdən namaza müqavimət göstərir. İmkan vermir ki, namaz öz təsirini buraxsın. Namazın ixtiyarında qoysan özünü, namaz öz işini görəcək və axırda da namaz qılanlar rahat can verir. Bilirsiniz niyə rahat can verir? Çünki öyrəşib təslim olmağa. Allahın ki, əmrinə hər gün təslim olub, ölüm əmrinə də rahat təslim olur. Həm də onun üçündür ki, namaz insanı ölümə hazırlayır ki, sən ki, gündə hər gün demisən baş üstə, ölüm anında baş üstə demək asan deyil. Biz bilmirik indi insanın içində nə baş verir. Biz görürük, can verir. Amma o içində